Bugünkü mövzumuz ikinci hissədən trapesiyanın sahəsi olacaq. Bu fiqurların sahəsi hissəsində olan bir başlıqdır. Deməli, ilk sualda trapesiya sahələri eyni olan parallelogram və üçbucağa ayrılmışdır. Trapesiyanın kiçik oturacağının uzunluğu 5 olarsa, böyük oturacağının uzunluğunu tapın. Deməli, elə edək ki, trapesiyanın içərisində həm parallelogram, həm də üçbucaq yaransın və onların sahələrində eyni olduğu məlumat var. Baxın, buradan bu şəkildə də çəkmək olar, B təpəsindən də endirmək olar, fərq etməz. Burada bir K qoyacağım. Deməli, sahələri eynidirsə, bunların kiçik oturacağının, trapesiyanın kiçik oturacağının 5 cm olduğu verilir. Bu zaman AK uzunluğu da 5 cm olacaq. KD uzunluğu bilinmir. SABSK bərabərdir SKSD-yə. Başqa hansı ortaq hissələri var bu iki fiqurların? Əlbəttə ki, hündürlükləri. Baxın, paralleogramda da, üçbucaqda da eyni hündürlükdən istifadə olunur sahə tapılması üçün. Ona görə də paralleogramın sahət üstü, ona görə A vurulsun H-dan, tərəfi 5, ona indirilən hündürlük H-dır. Üçbucaqda isə AH bölünsün 2-dən, X vurulsun H bölünsün 2. Hündürlüklər eyni olduğu üçün X buradan bərabərdir 10-a. Yəni, bu şərt daxilində hər zaman üçbucağın tərəfi paralleogramın tərəfindən, yəni kiçik oturacaqdan, trapesiyanın kiçik oturacağını nəzərdə tuturam, 2 dəfə böyük olur və bu zaman trapesiyanın böyük oturacağı isə kiçik oturacağın 3 qatına, yəni 15 cm olacaq. Növbəti sualda üçbucağın A tərəfinə paralel olan düz xətt bu üçbucaqdan sahəsi, üçbucağın sahəsinin 75%-nə bərabər olan trapesiya ayırır. Deməli, elə bir üçbucaqdır ki, bunun üzərində A düz xəttinə paralel olan. O paralel xətt elə xəttdir ki, bu zaman yaranmış üçbucağın sahəsi, daha doğrusu trapesiyanın sahəsi üçbucağın sahəsinin 75%-nə, yəni 4də 3-nə. Bu xassiyə harada qarşımıza çıxmışdı? Orta xəttdə. Çünki orta xəttin ayırdığı üçbucağın, bu xətt əlavə gəldi, çıxdı. Sahəsi böyük üçbucağın sahəsinin 4-dən 1-nə, trapesiyanın sahəsi isə 4də 3-nə bərabərdir. Yəni, bunu bildirmək istəyir. Düz xəttin üçbucaq daxilində qalan hissəsinin uzunluğu, yəni orta xətti nəzərdə tutur. Üçbucaq daxilində qalan hissəsi budur ki, 6 cm-dir. Və A düz xəttinin uzunluğu, yəni oturacağın uzunluğu isə orta xəttdən paralel olduğu tərəfin 2 qatıdır. Məsələ də bu şəkildə bitdi. Diaqnalları perpendikulyar olan düzbucaqlı trapesiyanın böyük diaqnalı 5-dir, hündürlüyü 3-dür. Deməli, şəklimizi çəkək. Diaqnalları perpendikulyar olan düzbucaqlı trapesiyada bilirik ki, hündürlük oturacaqların həndəsi ortasıdır. Yaxud da H kvadratı bərabərdir A vurulsun B. Oturacaqlar hasili hündürlüyün kvadratıdır. Böyük diaqnal burada 5 verilib. Hündürlük 3-dürsə, böyük oturacaq avtomatik fövqəl ədədlərindən 3, 4, 5 və yaxud da bura bir X yazarsaq, geniş şəkildə yazmaq istəyənlər 5-in kvadratı çıx, 3-ün kvadratından X-i 4 tapa bilər. Üst oturacağı bir A desək, H kvadratı bərabərdir A vurulsun B-dən, yəni 9 bərabərdir 4 vurulsun A-ya. Buradan da A-nın qiyməti 4-də 9-a bərabər olur. İkinci addımda kiçik oturacaqda tapıldı və bizdən trapesiyanın sahəsini istəyir. Oturacaqlar cəminin yarısı vurulsun hündürlükdən. Yəni 4-də 9 ilə 4-ü toplayıb bölürük 2-yə, vururuq hündürlüyümüzə 3-ə. Düzbucaqlı trapesiyanın həm də kiçik yan tərəfi onun hündürlüyüdür. Burada 4-də 16 vurulsun 2-də 3 şəklində yazaq. 4-də 16 yazdım. Bax, şimdi 4-də 25. 4-də 9 ilə 4-də 16-nı toplasaq 4-də 25 edəcək. 8-də 75, yəni 9 tam 8-də 3 santimetrin kvadratı. Növbəti düzbucaqlı trapesiyanın diaqnalları qarşılıqlı perpendikulyardır. Bu daha sadədir. 3 və 12. Dedik ki, H kvadratı bərabərdir A vurulsun B-yə. Yəni, oturacaqların hasili 36-dırsa, hündürlük buradan 6-ya bərabərdir. Və trapesiyanın sahəsində oturacaqlar cəminin yarısı vurulsun
hündürlükdən 15 vurulsun 3-dən 45 santimetrin kvadratı. Paralleloqramda A bucağının tənböləni BC tərəfini Y nöqtəsində kəsir. Çəkək paralleloqramımızı. A, B, C, D. A bucağının tənböləni BC tərəfini Y nöqtəsində kəsirsə, BAD bucağı 60 dərəcədirsə, tənbölən olduğundan 30 dərəcəli bucaqları yaranır. Bura A'dırsa, burada A'dır və burada da bərabər yanlış bucaq yaranır. Çarpaz bucaqlar var. Baxın, AD ilə BA bucaqları çarpazdır. Avtomatik B bucağımız olacaq 120 dərəcə. 120-nin qarşısı isə digər tərəfdən kök 3 dəfə böyükdür. AB uzunluğunu özləri bizə 3 verdiyi üçün buralar olacaq 3 kök 3. BC 5'dirsə, YC-yə qalacaq 2, 5-dən çıxdıq və AD-də qarşı tərəflərdə bərabər olduğu üçün 5 santimetrdir. Bizdən AYCD 4 bucaqlısını, yəni trapesiyadır bu da. Üzr istəyirəm. Sahəsini istəyir SAYCD. Yəni oturacaqlar cəminin yarısı vurulsun hündürlük. Amma hündürlük yoxdur əlimizdə. Bunu necə tapa bilərik? Gəlin buradan bir hündürlük endirək. Tam fikrimizi verək. Baxın, AY, burada bir H deyək. 3 bucağında 30 dərəcəli bucaq qarşısına katet hipotenuzun yarısına, yəni 3 kök 3 bölünsün 2-yə. Hündürlüyün əvəzinə də 3 kök 3 bölünsün 2 yazmaqla 7 böl 2 vur 3 kök 3 bölünsün 2-dən edəcək 4-də 21 kök 3. Doğru cavab B variantı. Növbəti bərabər yanlı trapesiyanın sahəsi 6 kökdə 10'dur. Yan tərəfi 6, 2 bucağı 30 dərəcə olarsa diaqonalını tapın. Yəni bərabər yanlı trapesiyadan gedir söhbət. Sahəsi verilir. Yan tərəf 6'dır. 2 bucaq 30 dərəcədir. Adlandıraq A, B, C, D. Deməli, hündürlük olsun H. Buradan da endirməyək qalsın hələ ki. 30'un qarşısındakı hündürlük hipotenuzun yarısından 3'ə və buradakı 60 dərəcəli bucaq qarşısındakı kateti isə digər katetdən kök 3 dəfə böyükdür. Sahə verildi. Biz diaqonal axtarırıq. Yəni olsun bu diaqonal. Bərabər yanlı trapesiyada HD uzunluğu elə orta xəttin özüdür. Yəni təkcə sahəni çalışmayın, oturacaqlar cəminin yarısı vurulsun hündürlüklə hesablayasınız. BH onsuz da hündürlükdür. Bizdə HD uzunluğuna hasili, baxın bu şəkildə bir yada saxlamaq üçün L üsulu deyək buna. L hərfinə bənzədin. Onların hasili də elə bizə trapesiyanın sahəsini verir. Yəni S bərabərdir BH vurulsun HD. Əgər 6 kök 10'dursa BH uzunluğu, yəni biz tapdıq 3. HD-ni orta xəttdə axtarırdıqsa 6 kök 10'u 3'ə bölərək edəcək 2 kökdə 10. Yəni əlavə şeyə ehtiyac yox. Burada belə qalsın. Və biz də diaqonal axtarırıq. Və yaranmış düzbucaqlı üçbucaqda Pifaqor teoreminə görə D kvadratı bərabərdir 3'ün kvadratı ilə 2 kök 10'un kvadratına. Yəni 9 üstə gələk 40'dan 49 diaqonalı tapırıq buradan 7. Növbəti trapesiyada diaqonallar çəkildiyi zaman burada sahəcə bərabər 2 3 bucağımız var ki, onları B, O, A ilə C, O, D'dir. C, O, D. Bu zaman kim istəyirsə buradakı sahələr artıq bərabərdir və bu sahələr hasili BOC ilə AOD üçbucağının sahələr hasilinə bərabərdir. Yəni biz buranı S, bura 4S, bura 2S, 2S yaza bilərik. Başqa şəkildə kim istəyir S, 9S, hasili 9S kvadrat elədim. 3S, 3S də yaza bilər. Və yaxud da S, 16S, 4S, 4S də yaza bilər. Yəni seçim sizindir. Bizə məsələdə AOD-nin BOC-dən sahəcə 9 dəfə böyük olduğu göstərildiyi üçün
Mən bu şəkildə S, 9S, 3S, 3S şəklində işarə edərdim ki, sizin üçün cavabı tapmaq daha rahat olsun. Baxın, bura S oldu 3. 9S-dən oldu 27. Və bunların hasili 81-dirsə, deməli bunların hər birinə düşəcək nə qədər? 9, 9. Və trapesiyanın sahəsi görün 4 üçbucağın sahələr cəmindən A, B, C, D. 3, 27 və kənardakı 9-lardan edəcək 48. Növbəti düzbucaqlı trapesiyanın kiçik diaqonalı onu oxşar üçbucaqlara ayırır. Və trapesiyanın sahəsi 96 olarsa hündürlüyü tapın. Deməli, düzbucaqlı trapesiya çəkək. Aşağılamadı bunu. Kiçik diaqonal A, B, C, D. 2 oxşar üçbucağa ayırır. Düzbucaqlı olduğunu bərabər yanlı, hətta bərabər yanlı deyirsə, deməli bucaq düz olduğundan AB ilə BC bir-birinə bərabərdir və burada 45-45 dərəcəli bucaqlar var. Bura A olduğu üçün AC də olacaq A kökdəki. Və digər üçbucaq da bərabər yanlı olacaq. Ona görə də biz burada AC-ni də C D ilə bərabər götürürəm. A kök 2 və burada 45 dərəcə olur çarpaz bucaqlardan. C bucağı ilə C, yəni BCA ilə CAD bucağı. Və bərabər yanlı olduğundan D bucağı da ona bərabərdir və bu bucaq da 90-dır. Həqiqətən də baxın 45, 45, 90, digərində də 45, 45, yenə də 90 bərabər yanlı düzbucaqlı üçbucaqlar ayrıldı. AD də digər katetlərdən AC və CD-dən kök 2 dəfə böyük olduğunu 2A və böyük oturacaq, kiçik oturacağın 2 qatı çıxdı. Bir qaldı. Hər şey əlimizdədir artıq. Sahəni tapmaq, sahəni verib biz A-nı tapacağıq. S bərabərdir. Oturacaqlar cəmi bölünsün 2, vurulsun hündürlükdə burada. A-da bərabərdir 96-ya. 3A bölünsün 2. Vur A bərabərdir 96-dırsa A kvadratı bərabərdir 96-nı vururuq 3-də 2-yə. 3-ə böldükdə 32, 2-yə vurarıq 64. Kvadratı 64 isə tərəf olacaq 8. Deməli, kiçik oturacaq 8, yan tərəf 8, böyük yan tərəf 8, kökdəki oturacaq isə 16 oldu. Biz hündürlüyü axtarıq. Hündürlük demək yan tərəfin, kiçik yan tərəfin özünə bərabərdir. Doğru cavab 8. Şəkildə paralleloqramın kör bucaq təpəsindən bir böyük tərəfi bir də ixtiyari bir düz xətt çəkilib. Yəni, sərgəl çəkək. A, B, C, D. A, F-in F-dəyə nisbəti 5 bölünsün 4 kimidirsə 5x və 4x-dir. Üstə oturacaq da oldu 9x. Və B, C, D, F, yəni trapesiyası ilə üçbucağın bu trapesiya ilə bu üçbucağın sahələr nisbətini. S, B, C, D, F bölünsün S, A, B, F. Trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı. Vur hündürlük. Üçbucağın sahəsi isə 5x. Baxın, ikisinin daxil hündürlükləri eynidir. Bunu göstərmədim. Baxın, bu hündürlük, bu hündürlük. Yəni, hündürlüklər eynidir. 5x vur h bölünsün 2. Hündürlükləri və məxrəzdəki ikiləri ixtisar etsək, 13 bölünsün 5. X-lar da gedər. Yəni, 5-də 13. 2,6 alınır. Diaqonalı böyük oturacaqla 45 dərəcəli bucaq əmələ gətirən bərabər yanlı trapesiyanın sahəsi 144-dür. Söhbət bərabər yanlı trapesiyadan və böyük diaqonalın
oturacağı ilə 45 dərəcəli bucaq əmələ gətirməsindən gedir. Bərabər yanlı trapesiyadırsa, deməli, bir dəqiqə, sahə tapdıqda, axı bərabər yanlı bura H elədik. Demişdik ki, sahəni həm də CH vurulsun, AH düsturlarda tapmaq mümkündür. Bura H-dırsa, orta xətt də H-a bərabərdir. Yəni, H vurulsun, H bərabərdir 144-dən. H kvadratımız 144-dürsə, H buradan 12-yə bərabərdir hündürlüyü. Bura 12, burada 12, bərabər yanlı düz bucaqlı üç bucaqda hipotenuz. Yəni, burada artıq trapesiyanın diaqonalı olacaq. Hündürlükdən kök 2 dəfə böyükdür, 12 kök 2. Doğru cavab C variantı. Trapesiya xaricində çevrə var və yaxud da çevrə daxilinə trapesiya çəkilib. Bu trapesiyanın böyük oturacağı çevrənin diametri üzərindədir. A, B, C, D. BDS bucağı, BDS bucağı 30 dərəcədir. Gəlin burada gözəl xassələr var, isbat edək. Kiçik oturacaq 4-dür. Baxın, burada çarpaz bucaqlar görünür. Gəlin göstərək. B, C, D ilə C, B, D bucaqları çarpaz olduğu üçün hazırıq 30 dərəcə. Daha sonra diametrin qarşısına dayanan bucaq. Bura 90 dərəcə oldu mu? Yəni AD-yə söykəndiyi üçün daxilə çəkilmiş bucaq onun yarısı. B bucağı bütövlükdə oldu 120 dərəcə. Bir trapesiyanın və yaxud da ixtiyari bir dörd bucaqlı nə zaman xaricinə çevrə çəkmək mümkün olurdu? Onun qarşı bucaqlarının cəmi 180 olduğu halda. O zaman B bucağı 120 dərəcədirsə, D bucağı olacaqmı 60? 60 olduğundan C, D, B-yə də qalır 30 dərəcə. Nə ispat etmiş olduq? Həm buradakı BD diaqonalının tən bölən olduğunu, daha sonra kiçik oturacağın yan tərəfinin özünə bərabər olduğunu. Çünki 30-30-dursa burada avtomatik 120 dərəcə olacaq. Burada oldu 4. BD diaqonalı onlardan kök 3 dəfə böyükdür. Yan tərəflərdən. Daha sonra burada bir yenə 30, 60, 93 bucağımız yaranır ki, 60-ın qarşısı 4-dürsə, 30-un qarşısı da 4 oldu. Trapesiyanın bərabər yanlı olduğu deyilməmişdi, ancaq bu şərt daxilində bərabər yanlı olduğunu biz göstərdik. AD diametri, yəni 30-un qarşısından 4 dəfə böyük, həm də göstərdik ki, yanlardan və yaxud kiçik oturacaqdan 2 dəfə böyükdür böyük oturacağımız. Nə qaldı bir dənə sahəni tapmaq üçün? Hündürlük. BH. Düz bucaqlı üç bucaqda hündürlük katetlər hasilinin hipotenuza nisbətindən, yəni 4 vurulsun, 4 kök 3 bölü 2, 8 kök 3. Və trapesiyanın sahəsinə keçid edək. S trapesiya. Oturacaqlar cəmi bölünsün 2 vurulsun hündürlük. 48, biz harada səhvlik etdik. Oturacaqlar cəminin hipotenuza nisbəti deyib 2 yazmışam. 16, burası 2 kök 3. 2'lər getsə 12 kök 3. Doğru cavab A variantı. Trapesiyada diaqonal yan tərəfə perpendikulyardır. Bərabər yanlı olduğu baxıram görüm deyilirmi? Xeyr, deyilmir. Səliqəli olmadı bu. A, B, C, D. Diaqonal yan tərəfə perpendikulyardır. Və oradan da bir hündürlük indirilib. CH hündürlüyü perimetri 24 olan ASD üçbucağının sahəsini. Baxın, bu üçbucağın sahələri 16/9 nisbətindədir. Perimetri də, onu perimetr ASD. Kənardan qeyd edilir, yəqin ki, birazdan bizə lazım olacaq. Bunun perimetri 24-dür, sahələri də 9/16 nisbətində. Gəlin kiçik olduğu üçün bu sahəyə 19S, bu sahə isə 16S deyim. Fiqurların sahəsində həmin sahələr nisbəti
AH ilə HD'nin nisbəti ilə eyni olduğundan AH bölünsün HD bərabərdir SASH ilə SHD-nin nisbətinə. Yəni 16 bölünsün 9. O zaman bura 16x, bura isə 9x desək. Daha sonra düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlük CH-ın kvadratı elə AH ilə HD'nin hasilindən, yəni 16x vurulsun 9x-dan 144x kvadrat edəcək ki, CH da buradan 12x ya da hər tərəfdən kök ala bilərsiniz. 12x də burada. Və düzbucaqlı üçbucaqda daha sonra bu düsturda bizim köməyimizə çatır. Katetlərin kvadratlar nisbəti proyeksiyaların nisbətinə bərabərdir. Axı bu şəkil üzərində AH ilə HD bizdə proyeksiyalardır həm də. Yəni 16 bölünsün 9. Katetlərin kvadratlar nisbəti 16 bölünsün 9 kimidirsə, katetlərin nisbəti 4 bölünsün 3 olacaq. Bu şəkildə də yazmaq olar. Yaxud da, yəni katetlər 3-ə 4-ə mütənasibətdir. Baxın, bu 9x, 12x, 3-ün 3 qatı, 4-ün 3 qatı, 5-in 3 qatına buna 15x deyək. Daha sonra 16x, 12x, 3-ün, 4-ün 3 qatı, bax şimdi 4 qatı, 3-ün 4 qatı, bu da 5-in 4 qatından 20x. Bizə də trapesiyanın perimetri verilmişdi. Trapesiyanın deyil, yəni üçbucağın perimetri verilmişdi. 20x, 15x və bu hissədə artıq oldu 25x. Bu üçünü cəmləyək. Deməli 15x, 20x və 25x. Cəm 80, 24-dür. Etdi 80 etməlidir, yoxsa 60. 45, 60. 60x bərabərdir 24-də. X də bərabərdir 24 bölünsün 60-dan. 12-yə bölsək 5-də 2. Biz isə hündürlük axtarıq. Hündürlüyə baxaq nə demişik? Hündürlük 12x-dir. H da bərabərdir 12x-dan. 12-ni vururuq 5-də 2-yə. Yəni 0,4-ə edəcək hündürlüyümüz 4,8. Növbəti məsələdə kiçik diaqonal kör bucağının tənböləni olan düzbucaqlı trapesiyanın kiçik oturacağı 6 olarsa, böyük oturacağı 12-dirsə, bu trapesiyanın sahəsini tapın. Kiçik diaqonal kör bucağı tən bölüb. Bura alfa alfa deyiriksə, o zaman burada alfa çarpaz bucaqlardan. A, B, C, D. Kiçik oturacaq 6-dır, böyük oturacaq 12-dirsə. Buradan bir hündürlük endirsək. Qarşı tərəflərin bərabər olduğundan AH da 6-dır, HD də 6-dır. Yəni hündürlük həm də median oldu. Deməli bu trapesiya bərabər yanlı trapesiyaymış. Bu da həm də tən böləndir. C bucağı da tən yarıya bölür. Bizə başqa nə lazımdır? Deməli tən böləni olduğundan, bəli, burada bərabər yanlı üç bucaqlar yaradacaq axı. Bir dəqiqə. Kör bucağın tən böləni ondan bərabər bu trapesiyanın sahəsi. Böyük oturacağı verdi. Deməli, içəridəki bərabər yanlı üç bucaq olduğundan alfa ilə alfa 45 dərəcəli bucaqlar olacaq. Bərabər yanlı düz bucaqlı üç bucaqdır. AH həm də CH-a bərabərdir, 6-dır. Bura diaqonal 6 kökdəkidir. Bura isə 6-dır. Yəni artıq bizə hündürlük lazım idi ki, sahə tapa bilək. S də bərabərdir. Oturacaqlar cəminin yarısı 6 üstə gələk 12 bölünsün 2 vurulsun 6-dan 54-də. Bizdə 54 kök 3 6 6 6 kökdə 2. Aşıqlar, burada diqqətsizlik etdim. Bütöv A bucağı yarıya. Ya bura alfa alfa yazıb tənbölün olduğu doğrudur. Bu bütöv 2 alfa olduqda bu da 2 alfadır. Burada 2 alfadır. Çarpazlıqdan. Bu zaman
3 alfa 90 dərəcə olduqda alfa olacaq 30 dərəcə. Yəni burada 30, 30, 60, 60. 30. 30'un qarşısı 6'dırsa 60'ın qarşısındakı hündürlük 6 köklü 3'ə. Diagonal isə 12'yə bərabərdir. Yəni oturacaqlar cəminin yarısı bölünsün 2 vurulsun hündürlüyümüz də olacaq 6 kök 3. 9 vurulsun 6 kök 3'dən sahədə olacaq 54 kök 3. Ya da ki ben bura alfa demiştimsə bütün bura alfa idi. Sonra alfa yazmaq ixtiyarım yox. Gərək alfa bölü 2 alfa bölü 2 yazardım. Kəsrli olmasın diye bu şəkildə dəyişdirdim. Növbəti bərabər yanlı trapesiyanın sahəsi 160, orta xətti də 40'dır. Avtomatik sahə və orta xətt verilirsə nəyi tapa bilərik? Hündürlüyü, yəni sahəni orta xəttə bölərək. Söhbət bərabər yanlı trapesiyadan gedir. Adlandıraq. A, B, C, D. H bərabərdir. S bölünsün orta xəttə. Yəni H bərabərdir 4'ə. 160'ı 40'a bölərək. Bura oldu 4. Yan tərəfin uzunluğu 5'dir. AH da buradan 3 olacaq. 3, 4, 5'dən. Orta xətt həm də hansı tərəf idi? Baxın, axı demişdik HD hissəsi həm də orta xəttdir. Orta xətt. Yalnız bərabər yanlı trapesiya üçün keçərlidir bu. Orta xəttin deməli uzunluğu 5'dir. Bağışlayın 5 yox 40 idi. 5 yan tərəfin uzunluğu idi 40. Bizdən böyük oturacaq istəyir. Baxın. Bu hissə bütövlükdə 43. Kiçik oturacaq istənirlərsə, buradan da bir hündürlük endirərdiniz. Burada 3 olardı. Bura 37 olacaqdı. Burada 37. Daha sonra sahəsini istəməz çünki özü artıq öncədən məsələdə vermişdi. Oturacaqları BC və AD olan bərabər yanlı trapesiyanın daxilinə mərkəzi O nöqtəsində olan çevrə çəkilib. Trapesiyanın daxilində çevrə varsa, bir trapesiya və daxilində çevrə. Daxilində çevrə varsa A, B, C, D. Deməli, qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Üstəlik də bu trapesiya bərabər yanlıdır. A, burada B və C yazıram. 2A bərabərdir B plus C-yə. Bizdə AOB üçbucağının sahəsi 20 verilirsə, baxın, burada sahəni tapmaq üçün bu R deyilmi? Yəni A vurulsun R bölünsün 2 bərabərdir 20. Buradan A vurulsun R'i də tapmaq olar. Daha sonra biz bunları birləşdirsək, baxın, bu da B vurulsun R bölü 2, yenə A vurulsun R bölü 2, C vurulsun R bölü 2. Bir sözlə trapesiyanın sahəsi S trapesiya bu şəkildə olmazmı? A, baxın, A vur R bölü 2. Üstə gəl, B vur R bölü 2. Yenə A vur R bölü 2 və C vur R bölü 2. Yəni 2'də R'də kənara çıxardıram. A plus B plus C plus 2A yazaq artıq. Vurulsun R. 2A, B plus C'nin yerinə də 2A yazdığımız zaman 4A vur R bölü 2. 2AR. 2AR. Üstə AR nəyə bərabər idi? Buradan 40'a bərabər deyilmi? AR'in yerinə 40 yazsa 2 vurulsun 40. Həm də nəyi isbat etmiş olduq? Yəni yaranmış üçbucağın sahəsi trapesiyanın sahəsinin 4'dən 1 hissəsidir. Ancaq bunu geniş şəkildə yazdım mən. Növbəti məsələdə çevrə xaricinə bərabər yanlı trapesiya çəkilir və onun oturacaqları 9'da 25'dir. Sahəsini tapaq. Deməli bir trapesiya var. Çevrə xaricindədirsə, deməli çevrənin daxil hissəsinin daxil oblastında qalır. Daxilindədirsə, qarşı tərəflərin cəmi bərabərdir. Oturacaqlar 9 ilə 25'dirsə, onda onun yan tərəfləri x
2x bərabərdir 34-dən, x də bərabərdir 17. Yan tərəflər 17, 17-dir. Hündürlükləri indirək. Bura 9-dursa, bu hissələrə 25-dən 9-u çıxıb 2-yə bölməklə 8, 8 düşəcək. H kvadratı da bərabərdir 17-nin kvadratı çıxılsın 8-in kvadratından 225-ə. H da bərabərdir 15-ə. Burada oldu 15. Bizdən isə trapeziyanın sahəsini istəyir. S də bərabərdir 9 üstə gələk 25 bölünsün 2 vurulsun 15. Oturacaqlar cəminin yarısı vurulur. Onsuz da yəni xassiyyə görə bu şərt daxilində yan tərəf həm də orta xəttin özüdür. Yəni elə də yazmaq olar. 17 vurulsun 15-dən 255. Növbəti məsələdə diaqonalları qarşılıqlı perpendikulyar olan trapeziyanın oturacaqları 16 və 20-dir. Bərabər yanlı trapeziyadır özdə. Bu şərt daxilində diaqonalları perpendikulyar olan trapeziyanın hündürlüyü ilə orta xəttin özünə bərabərdir. Orta xətt bu zaman oturacaqlar cəminin yarısından 12, 18, baxın 18, 36-nın yarısı. Və trapeziyanın sahəsi də hündürlüyü ilə orta xəttin hasilinə, orta xəttdə hündürlüyə bərabər olduğundan h kvadratda yaza bilərik. 18-in kvadratı 324. Yan tərəfləri və kiçik oturacağı 8, iti bucağı 60 dərəcə olan trapeziyanın sahəsini tapaq. Bu tipli bir məsələ işləmişik, sadəcə şərtlər biraz dəyişib. Əgər bir trapeziyanın, üstəlikdə bərabər yanlı trapeziyanın yan tərəflərdə 8 olduğu deyil, kiçik oturacağa bərabərdirsə, üstəlik də ki, iti bucağı 60 dərəcədirsə, baxın, buradan bir təm bölən çəkərək 60 dərəcəni 30-30 ayıracağıq. Burada 30, burada 120. Hətta yan tərəf diaqonala perpendikulyarda olacaq. Çünki bərabər yanlı da digər bucaq da 60 dərəcə olur və bu hissə perpendikulyar olacaq, 90 dərəcə olacaq. Və 30-un qarşısı 8-dirsə, hipotenuz 16, 120-nin qarşısına 8 kök 3 desək, hündürlükdə eyni məsələdir məncə. Katetlər hasisinin hipotenuza nisbətindən 8-i 8 kök 3-ə vurub 16-ya bölsək 4 kök 3 və sahəni tapaq. Oturacaqlar cəminin yarısı 8 ilə 16, 24, yarısı 12 vurulsun 4 kök 3. Bir sözlə sahə 48 kök 3'dür, ancaq onlar kök 3 yerinə 1.7 verdiyindən 48'i 1.7'ye vuraraq hesablamanı sizə saxlayın. Növbəti yan tərəfləri kiçik oturacağa bərabər olan trapeziyanın iti bucağı 30 dərəcədir. Burada diqqətli olaq, iti bucaq 60 deyil. Yəni sırf yuxarıdakı məsələ şəklində olmayacaq. Yan tərəflər kiçik oturacağa bərabərdir. A. Bu zaman iti bucaq 30 dərəcədirsə, bəlkə hündürlüyə h deyək, digərlərinə 2h deyək. Burada 2h, 2h. Bura h kök 3. 60 dərəcənin qarşısı. Bura 2h, bura isə yenə də h kök 3. Adlandırsaq, gəlin buradan sahəni bu şəkildə tapaq. Burada bir böyük h versək, yəni bərabər yanlı trapeziyada sahə həm də b h vurulsun hd olduğundan bərabərdir. Verilmiş 72 plus 36 kök 3'dən 36'nı kənara çıxarsaq 2 plus kök 3 yazaq. BH-ımız h. HD uzunluğu 2h plus h kök 3'dən yenə h-ı kənara çıxarsaq 2 plus kök 3 bərabərdir. 36 vurulsun 2 plus kök 3'dən 2 plus kök 3'lər
ixtisar getdi. H kvadratı bərabərdir 36-dan. H da bərabərdir 6-ya. Hündürlük oldu 6. Bizdən kiçik oturacağı istəyir. Elə kiçik oturacaq hündürlüyün 2 qatı olduğundan olacaq kiçik oturacağın uzunluğu 12. Diaqonalı 10 olub böyük oturacaqla 15 dərəcəli bucaq əmələ gətirən bərabər yanlı trapesiyanın sahəsini tapın. Şəkili belə saxlayım. Səliqəli olsun. A, B, C, D. Diaqonal böyük oturacaqlı 15 dərəcəli bucaq əmələ gətirir. Burada 10'dur. Diaqonalı çəkdik. H. Bu hissəyə də 1x deyək. Bərabər yanlı olduğundan həm də orta xəttin özünə bərabərdir. Bu olsun H. İçəridə nə yarandı? Bir düz bucaqlı üç bucaq. C bucağı da bu zaman AC H bucağı da olacaq 75 dərəcə. Sinus 15 dərəcəyə baxaq. Sinus 15 nəyə bölürdü? Qarşı katetin hipotenuza olan nisbəti, yəni 10'a. Daha sonra sinus 75 bir sözlə həm də bu kosinus 15'dir. Tamamlayıcı bucaqlardan. Birinin sinusu digərinin kosinusuna bərabərdir. Kosinus isə, daha doğrusu sinus 75 isə qarşı katetin hipotenuza nisbəti, x-in ona nisbəti. Daha sonra əldə etdiklərimizi tərəf-tərəfə vuraq. Sinus 15 vur kosinus 15 dərəcə bərabərdir. H bölü 10 vur x bölü 10. Yəni x h bölünsün 100. Sinus 15 kosinus 15 əksikdir 2'miz. 2'yə vuraq 2'yə bölək. 2 sinus 15 kosinus 15 verəcək bizə sinus 30 dərəcəni. Sinus 30 da alır. 2'də 1 yarısı 4'də 1. 4'də 1 bərabərdir. H vur x bölünsün 100'dən. X h bərabərdir 100 bölünsün 4'dən 25'ə. X h hissəsi, yəni h'ın x hasili elə AH-la H C hasili bizə trapesiyanın sahəsini verirdi. Trapesiyanın sahəsi burada x dedim sizə biraz öncə. Həm də orta xəttir. AH vurulsun HB. Yəni x h elə 25'dir. Yəni bu şəkildə ispat eləmiş oluruq ki, bu şərt daxilində diaqonal neçə verilir, verilsin. Trapesiyanın sahəsi həmişə diaqonalın kvadratından 4 dəfə kiçikdir. Yəni bu şəkildə qeyd edək ki, ispat məsələsi şəklində verilərsə, bu şəkildə trapesiyanın sahəsi d kvadratı bölünsün 4'ə bərabər olur. Bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Toxunma nöqtəsi yan tərəfin uzunluqları 1 və 9 cm-lik parçalara ayırır. Deməli, trapesiya var. A, B, C, D. Toxunma nöqtəsi yan tərəfin uzunluğunu 1 və 9 cm-lik hissələrə ayırırsa, deməli bu yan tərəfdə 10, bu yan tərəfdə 10'dur. Daha sonra bunları bu şəkildə birləşdirsək. Bura H, AH, baxın AH deyirəm. KD parçası ilə HD parçaları bərabərdir. Çevrə xaricinə götürmüş nöqtədən çevrəyə toxunanlar çəkilərsə, onlar bir-birlərinə bərabərdir. Daha sonra burada 1. Buradan hündürlük endirdik. Burada 1 oldu mu? Bura qalacaq, bura M yazacaq. MD parçası 8. Baxın, burada necə bir üçbucaq görürük. Hipotenuzu 10. Katetin biri 8 isə digər katetimiz olacaq 6. 6, 8, 10. Üçbucağı. Elə hündürlük həm də diametrin özünə bərabərdir. Baxın, bu hissədə 6'dır. Radiuslar istənilərsə 3, 3. Amma bizdən trapesiyanın sahəsini istəyir. Trapesiyanın daxilində çevrə varsa, elə qarşı tərəflərin cəmi, yəni yan tərəflərin cəmi 20, oturacaqların cəminə bərabərdir. BC plus AD cəmi də 20'dir. Trapesiyanın sahəsi də
S bərabərdir oturacaqlar cəminin, yəni 20-nin yarısının tapdığımız hündürlüyü olan hasili edəcək 60 santimetrin kvadratı. Növbəti düzbucaqlı trapesiyanın daxilinə çəkilən çevrə, bir çevrəmizi çəkək. Düzbucaqlı trapesiyadır. Yan tərəfin uzunluğunu 2 və 8 sm hissələrə ayırır. A, B, C, D. Bu hissədə 2-dir. Bura olsun H. HD hissəsi oldu 8. Yəni toxunanlar bir-birinə bərabər olduğunu. Yenə çalışaq düzbucaqlı üçbucaq yaradaq. Baxın, buradan hündürlük endirdim. Buradan da. Bura 2-dir. Qalacağında 8-dən 2 çıxdıq 6. Və digərinin tərsi. Yenə hipotenuzu 10. Katetin biri 6-dırsa, digər katet olacaq. Yenə 6 yazıram. 8. Yəni hündürlük 8-dirsə, radius da 4 olacaq. Biz trapesiyanın sahəsini axtarırıq. İndi axı burada C, bura hərf qoymamışam, K olsun. Bu da hündürlükdür. Burada 8 olacaq. Kiçik yan tərəf 8. Artıq qarşı tərəflərin cəmi 18-dirsə, o zaman oturacaqların cəmi də 18-dir. A plus B də bərabər oldu 18-ə. Trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı vurulsun hündürlükdən 72 santimetrin kvadratı. Diaqonalları perpendikulyar olan bərabər yanlı trapesiyanın hündürlüyü 7-dir. Deməli, elə bayaqki düzdür. Hündürlük orta xəttin özünə bərabərdir. Bu şərt daxilində. Hündürlük 7-dirsə, orta xətt də 7-dir. Sahə də onların hasilindən ya da hündürlüyün kvadratından 49-a bərabərdir. Deməli, burada baxın, burada bir üçbucağın orta xətt sözünə görə M-in orta xətdirsə, orta xəttin ayırdığı üçbucağın sahəsi aşağıdakı trapesiyanın sahəsindən 3 dəfə kiçikdir. Üçbucağın sahəsindən 4 dəfə kiçik. Eyni şəkil işarələməni digərləri üçün də yazsaq, rənglənmiş hissə 3S, rənglənməmiş hissə 9S. Bax, şimdi 9 deyirəm. Bütövlükdə 9S, ancaq burada 3S yazıq. Yəni 3 dəfə kiçikdir. Bütöv sahəsi oldu 12S. Yəni 12S-ə 80 düşürsə, S-i tapıram. İştirixlənmiş hissəni axtarıram. 3S-in sahəsi mənə lazımdır. Yəni bütöv trapesiyanın sahəsindən 4 dəfə kiçikdir sözünü işlətmək kifayət edər. Ona görə də rənglənmiş hissənin sahəsi oldu 20. Oturacaqlar cəmi 5. Trapesiyanın kiçik diaqonalının uzunluğu 3, böyük diaqonalı da 4-dürsə, bu trapesiyanın sahəsini tapın. Ürəyim istəyən şəkil alınmadı. Kiçildərəcəm. Amma yerləşməyəcək. Mən uzatmanı elə etməliyəm ki, biraz kiçik çəkim. O zaman belə kiçik çəkim. A, B, C, D. Kiçik diaqonalın uzunluğu 3-dür. Böyük diaqonal 4-dür. Baxın, böyük diaqonal bu 4-dürsə, mən bu böyük diaqonalı bura paralel şəkildə uzada bilmərəm. Olsun, burada 4. Daha sonra, bura x dedik. Oturacaqlar cəmi 5-dirsə, böyük oturacaqda 5 minus x olacaq. Və bu uzatma nəticəsində bura bir k desək, dk da elə bc-yə bərabər deyilmi? Baxın, mən burada parallelogram yaratmağa çalışdım. İndi isə tam fokusuna buradakı yaratdığımız üçbucağa. Bütöv oldu 5. Siz uzunluqlara fikir versəniz, biri 3, biri 4, bu da 5. Axı, iki tərəfin kvadratlar cəmi 3-cü tərəfə bərabər etsə, bu üçbucaq hər zaman düzbucaqlı üçbucaq deyilmi? Və
paralel uzatdığımız üçün, buna paralel olduğu üçün buradakı bucaq 90 dərəcədirsə, bu da 90 dərəcə olmazmı? Deməli, diaqnallar arasına qalan bucağın 90 olduğunu sübut etdik. Yəni, bu trapesiyanın diaqnalları bir-birinə perpendikulyar imiş. Və bu zaman trapesiyanın sahəsi ixtiyari dördbucaqdakı sahə düsturuna görə D1 vurulsun, D2 vurulsun, sinus alfa bölünsün 2-dən. Sinus 90 dərəcədə alır 1. Diaqnallar hasilinin yarısından 3 vurulsun, 4 bölünsün 2-dən edəcək 6 santimetrin kvadratı. Trapesiya ilə rombun hündürlükləri və sahələri bərabərdir. Oturacaqlar 6 və 14 isə rombun perimetrini tapın. S trapesiya bərabərdir S romb. Trapesiyanın sahəsi A plus B bölünsün 2 vurulsun H-a. Rombun sahəsi isə ayağına R qoyacağım ki, qarışmasın. Vurulsun H-dır. Hündürlüklər eynidir. Oturacaqları 6 və 14 idi trapesiyanın. Oturacaqlar cəminin yarısı elə rombun tərəfinə bərabərdir. Yəni 10 cm oldu. Rombun perimetri istənilən P romb. 4 vurulsun A-dan. Onu 4-ə vuraraq 40 cm taparıq. Növbəti düzbucaqlı trapesiyanın diaqnalı yan tərəfə perpendikulyardır. Deməli, hündürlüyün A plus 2. Kiçik oturacağın A plus 6 olduğu verilir. Bunun hündürlüyü endirək. Bu hissədə A plus 2. Burada A plus 6. Bu zaman bütöv AB-ni məsələ bizə 2A plus 5 vermişdi. 2A plus 5-dən də A plus 6 çıxarsaq, A minus 1 də həmin HB hissəsinə qaldı. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlükdür. AH ilə də HB-də proyeksiyalar olduğundan H kvadratı bərabərdir. N vurulsun N düsturuna əsasən A plus 2-nin kvadratı bərabərdir. A plus 6 vurulsun A minus 1-ə. Yəni A-nın kvadratı plus 4A plus 4 bərabərdir A-nın kvadratı plus 5A minus 6-ya. A kvadratları islah getdi. A bərabərdir 10-a. A 10-dursa üstə oturacaq 16. Bura 12. Burada deməli 12. 10 da olsa 25-də böyük oturacaq. Və trapesiyanın sahəsi. S trapesiya oturacaqlar cəmi bölünsün 2 vurulsun hündürlük. Da 41 vurulsun 6-dan 246. Son 2 məsələmiz qaldı. Düzbucaqlı trapesiyanın daxilində çevrə var. A, B, C, D. Hündürlük 10'dur. ADS bucağının kosinusu 13'də 12'dir. Kosinus bitişik kateti hipotenuza böldüğündən, yəni HD'ye 12x, CD'ye 13x yazsaq, burada Pifagor ədədləri var. 5, 12, 13. O zaman burada 5x düşəcək. Əgər 5x 10'a bərabərdirsə, x də bərabərdir 2'ye. X 2'dirsə, bura 24'ə, bura isə 26'ya bərabərdir. Daxilində də çevrə olduğundan bu zaman oturacaqların cəmi BC ilə də AD cəmi yan tərəflərin cəminə 10 ilə 26'nın cəmindən edəcək 36 və trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı vurulsun hündürlükdən 180 santimetrin kvadratı olar. Növbəti trapesiyanın AC diaqnalı BAD bucağının təm bölənidir. Adlandıraq A, B, C, D. A
BAC diaqonalı. AB yan tərəf 8-dir. 2S ilə. Amma bizə ABCD trapesiya sahəsinə 5 nisbəti verirsə, ona bura düşəcək 3S. AD tərəfini istəyir. Deməli, üçbucağın burada BAC bucağının tən bölən sözü işlədib. Baxın, burada bir uzatma eləyəcəm. Biraz şəkildə yuxarı çıxmalacaq. Tənbölən üzərini, bucağın tənbölən üzərində götürülmüş nöqtədən tərəflərə perpendikulyarlar endirsək, baxın, buradan burada endirsək, buradan burada endirsək, həmin perpendikulyarlar hər zaman bir-birinə bərabər olur. Mən şəklimdə bənzəmədi, çünki tənbölənim yaxşı qurulmamışdı. Baxın, bunlar bir-birinə bərabərdir. Bu H, bu H-a bərabərdir. Oxşar üçbucaqlar yaranır. Həmçinin bu da tənbölən olur burada. Və artıq sahə düsturu ilə geçsək, yəni tərəf 8, ona çəkilən hündürlük 8 vurulsun, H bölünsün 2. Digər üçbucağın sahəsi AD oturacağını bilmirəm. X vurulsun, H bölünsün 2. Sahələrin nisbəti 2S bölünsün 3S verir. S'lər geçsin. H'lar geçsin. 2'lər geçsin. 8'in X'a nisbəti bərabərdir 2 bölünsün 3 nisbəti. Çarpaz vursaq 3X bərabərdir. Bağışlayın, 2X bərabərdir 24'dən. X də bərabərdir 12'yə. Və bu şəkildə də böyük oturacağın 12 cm olduğunu əldə etdik. Və beləliklə sınavın son sualını da izah etdim. İzlədiyiniz üçün hər birinizə təşəkkürlər.